xanım, bir gün əhval-ruhiyyəm pis olsun, ciddi əsəbləşim, pis yatım. Belə deyək, yuxuya çox kefsiz şəkildə gedim. Səhər yuxudan arıqlamış bir insan uyanacaq. O qədər bilinir. Bildiniz bu nə ilə əlaqəlidir? Ümumiyyətlə, arıq insanlar kimlərdir? Bunlar bazal metabolizması çox sürətli olan insanlardır ki, yəni əslində biz yatarkən, yuxu rejimində olarkən belə kalori xərcləyirik, düşünün. Sizlərin bizlərdən fərqli olaraq yuxuda olarkən xərclədiyiniz kalori həddən artıq çoxdur. Normada bu 1400 kilokaloridir, 1300 kilokaloridir xanımlar üçün, kişilər üçün 1600 falan. Amma indi yəqin ki, bizim əslində elə aparat var, ölçmə aparatı. Əslində bu ölçüsü yəqin ki, görəcək ki, sizin bazal metabolizması ilə 1600 kilokaloriya gəlir. Yəni, kişilərin yandırdığı kilokalori qədər var. İkinci faktor, xanım çox gözəl dedi, psixogen mənşəli. Baxın, psixogen mənşəli olanda da doğrudan bu çox əslində daha çox böyük kateqoriya bundan əziyyət çəkir. Bəzən iştahı var, bəzən iştahı yoxdur və biz düşünə bilmirik ki, əslində kilodan əziyyət çəkən insanların iki qrupa bölünürlər. Hansı kateqoriyadır? Olub yiyib kökələ bilməyənlər ki, bunlar ciddi problemdir. İştahı var, insan yer heç kilo ala bilmir. Bir də var, iştahı olmayıb ümumiyyətlə yeməyənlər ki, bu kateqoriyanın hər ikisində olan elə psixogen mənşəlidir ki, insan zaman-zaman həm ondan əziyyət çəkir, yeyir, həm yemir ümumiyyətlə və tapa bilmirik ki, səbəb nəyə bağlıdır. Ciddi araşdırmalar, analizlər, təhlillər nəticəsində və ən böyük səbəblərdən biri də təbii ki, tiroid vəzinin çox sürətli çalışmasına bağlıdır. Yəni, hipertiroiditlər, hipotiroiditlər köklərdir, hiper, yəni çox sürətli inkişaf edənlər, arıqlar ki, bəzən el arasında buna zob da deyirlər ki, zobdan əziyyət çəkirsəmi və yaxud ünsiyyətdə bu varmı ki, baxın, bu da bu kateqoriyaya aid